Ramazan ayımız, gözəl ayımız davam edir. Elhamdülillah. Allah hamdan qəbul eləsin. Həm bizlərdən, həm sizlərdən inşallah ki. Mənə çox suallar olur ki, Ramazanda necə qidalanaq? Həqiqətən də buna diqqət eləmək lazımdır. Çünki yanlış qidalanma bizi xəstəliklərə sürükləyir. Çox təəssüflər ki, və buna görə də insanlarda Ramazana qarşı, oruca qarşı bir soyuqluq əmələ gəlir. Ona görə də biz bacardığımız qədər insanlarımızı yönətməliyik ki, düzgün oruç tutma qaydalarına riayət eləsinlər. Əsas bizim problem, daha doğrusu harda baş verir? İnsanlarda sahur yeməyindən sonra həmən yatmaq. Buna diqqət olunmalıdır. Buna çox diqqət eləyin. Çünki insan yemək yedikdən sonra həmən yatanda yemək qalır mədədə. Və bu insanlarda insulin dirənci artır. Və insulin dirənci isə gələcəkdə bir sıra sistem və onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Ona görə də insulin dirəncinə diqqət etmək lazımdır. Və bundan başqa mədədə qalmış yeməklər insan yatdıqdan sonra təbii ki, həzm prosesi zəifləyir və bu da çətin həzm olur. Və bu da bir sıra yenə də mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Ona görə də səhər, daha doğrusu sahur yeməyini yedinizsə, ən azı bir 40 dəqiqə, 45 dəqiqəyə qədər, bir saata qədər olsa daha gözəl olar. Başqa işlə məşğul olun, yatmayın, ya yaxud da gəzinti eləyin, və yaxud da ibadət eləyin, oturun, kitab oxuyun, nəsə. Bax, bunlardan birini eləyin ki, heç olmasa mədəvizdəki yeməklərin bir qismi həzmə gedə bilsin. Sonra səhər yeməyində biz nələrə diqqət eləməliyik? Səhər yeməyində çox yağlı, çox duzlu, hətta normal duzlu belə, çalışın o normal duzdan da biraz az olsun və çox şirin yeməklərdən, şirniyyatlardan uzaq olun. Çünki bunların hamısı insanı susadır. Və insanı susatmayan və su ehtiyacını, su istəyini azaldan isə qanını durulaşdıran qida vasitələridir. Bunların da başında nə gəlir? Limon və limonlu suyun içilməsi. Məsələn, çay içəndə limondan içə bilərsiniz. Su içirsinizsə suyunuza limon sıxıb içə bilərsiniz. Və yaxud da ki, axşamdan bir 2-3 xörək qaşığı Məkkə gülünü, bir 3-4 stəkan qaynar suya tökün. İlıq olandan sonra bir çay qaşığı da bura bal qarışdırın və qoy qalsın səhərə qədər. Səhər bu içkidən için. Bu şirin olmayacaq, turşməzə olacaq və səhərdən axşama qədər də insanın suya olan tələbatını azaldacaq. Bunları elə bilərsiniz. Axşam yeməyində çalışın bir su içdikdən sonra bir balaca da olsa sulu yemək yeyəsiniz. Və bu sulu yemək yedikdən sonra gözləmək lazımdır. Məsələn, bu arada namaz qıla bilərsiniz, hər hansı ibadət eləyə bilərsiniz, dua eləyə bilərsiniz və s. Bir 15-20 dəqiqə. 15-20 dəqiqədən sonra artıq ikinci yeməyinizi yeyə bilərsiniz. İkinci yeməyinizi yeyəndə də düşünməyin ki, sizin bədəniniz çox zəifləyib, mən çox yeyəcəyəm. Normal yeməyinizi yeyin. Hər gün axşam necə yemək yedinizsə, hər gün səhər necə yemək yedinizsə, yenə də elə yeyin. Elə bilin ki, bir yeməyinizi çıxartmısınız. Və axşam da həmişə yediyiniz qaydada yeməklərinizi yeyin və bu sizə nə verəcək? Bu sizə zaman keçdikcə hər bir həftədən bir, 10 gündən bir hiss eləyəsiniz ki, sizin mədəvinizdə balacalaşma artıq baş verib. Bunu nədən bilirsiniz? Bunu yediyiniz yeməklərdən bilirsiniz. Hətta biz, məsələn, kiməsə iftar verəndə, Ramazanın əvvəllərində nə qədər yeyirsə, Ramazanın axırında diqqət eləyin, görəsiniz ki, bir damcı yeyir. İnsanlar yeyir, çəkilir. Çünki mədəsi balacalaşır. Bu bir neymətdir. Mədənin balacalaşması neymətdir həqiqətən. Çünki bugünkü gündə insanlarımız nədən əziyyət çəkir? Aclıqdan əziyyət çəkmir ki, toxluqdan əziyyət çəkir. Baxın, nə qədər xəstəliklər var ki, bunların hamısı toxluqdan əmələ gəlir və buna görə də normal qidalanma üçün normal mühit lazımdır. Bunun üçün ən gözəli, ən idealı Ramazandır. Ramazandan sonra görəsiniz ki, həqiqətən də mədəniz balacalaşıb və normal şəkildə də yeməklərinizi yeyə bilirsiniz inşallah. Allah qəbul eləsin. Amin.